Ay kardeşler, ay başta dönün. Vallah böyle olmaz. Billah böyle olmaz. Biz derdimizi kime diyeyim? Heç yerde halka böyle zulüm eləmir devlet kurumları. Böyle devlet idaresi olar. Bu olmadı ki. O keçen defa 5 manat vurmuşam. Ben 5 manattan artık ışık yüklenmirəm. 5 manat vurmuşam, onun 1 manatını sıkıp. İndi gedirəm 3 manat kalmıştı. Sizin 5 manatta kartta var, vurum onu. Vurmuşam 3 manat 92 qəpik, 5 manatı da vururam üstüne. Qalır 6 manat 72 qəpik. 2 manat 20 qəpik sən 5 manattan pul götürürsən. Belə insaf olar, bu belə insafsızlıq olar. Bu olmadı ki, bu biz dərdimizi kimə deyək? Allah da bizdən üz döndərib. Hökumət də bizdən üz döndərib. Biz neyini... Cələn elə bilirsiniz bu təkcə qaz belədir, şey belə, işıq belədir. Vallahi mənə uşaqlar səs atıblar. Ağdamdan hələ səs atıb uşaqlar. Yarı bayarı deyib pulu tuturlar. Qardaş 10 manat yükləmirsən Ağdamda suya. Suya. 5 manatını tuturlar. 5 manatlıq su verirlər sənə. 10 manatlıq yox. Yarı bayarı. Qadın hanım, işıq belə, su belə, qaz belə. Bu milləti sizin xəbəriniz var da limit zad yoxdur da. Kartı soxsan yarı bayarı tuturlar. Deyək ki 2 manat, 5 manatlıq yandıracağın yanacağa, suya 5 manat yükləyirsən ki 5 manatlıq yandırasan elə. Hər dəfə pul yükləyəndə 1 manatını vergi kimi tuturlar. Qalan artıq 5 manata yüklürsənsə 2 manat 50 qəpilik. 2 manat 50 qəpilik sən qaz yandırırsan. Su istifadə edirsən, işıq yükləyirsən. Artıq çox rayonlarda birdən-birə eləmədilər bunu. Üsyan olar. Artıq rayonların heç olmasa 10-15'ində belədir.